Buyurun buradan başlayın əyləşməyə, xahiş edirəm. Çox sağ olun. Hörmətli iştirakçılarımız, hər birinizi salamlayıram. Bugün sizinlə Müasir Cəmiyyət və Qadın Hüquqları İctimai Birliyi olaraq gördüyünüz kimi nigahın pozulması səbəblərinin hüquqi təhlili adlı layihə ilə gəlmişik. Sizinlə görüşə imkan yaratdığına görə, bu təşəbbüsü bizə verdiyinə görə donorumuza Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinə təşəkkür edirəm. Bizə göstərilən imkanı yaratdığına görə, burada əziyyəti olan hörmətli Səriyə xanıma təşəkkür edirəm. Məktəbin rəhbərliyi də çox sağ olsun. Bizim tərəfdaşımız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyidir. Daxili İşlər Nazirliyi Qurunun hörmətli nümayəndəsi Suraxanı rayon polis idarəsinin yetkinlik yaşına çatmamışların işləri üzrə şöbənin rəisi hörmətli Əfqan müəllim Ağayevi salamlayıram. Vaxt ayırıb qatıldığına görə sonsuz təşəkkürlərimi bildirirəm. Əziz iştirakçılarımız, adından göründüyü kimi bugünkü bizim əsas müzakirəmiz nigahların pozulmasının hüquqi təhlili ilə bağlıdır. Biz bugün sizinlə birlikdə eyni zamanda möhkəm ailə, möhkəm təhsilin təməlidir mövzusunda da danışacağıq və sizin fikirlərinizi almağa səy göstərəcəyik. Azərbaycan Respublikası Statistika Komitəsinin açıqladığı son məlumatlara görə bağlanan nigahların 1/3 pozulur. Bu bizim cəmiyyəti narahat edən sosial problemlərdən biridir. Çünki biz özümüz də bu layihə üzərində işləyən zamanı, layihə təklifi təqdim edən zamanı araşdırmalar aparmışıq, sosial sorğular keçirmişik. Hansı səbəbdən nigahların pozulması, boşanma halları bu qədər çoxluq təşkil edir. Bu çox böyük bir sosial və müasir dövrün ağrılı bir yeridir. Hansı səbəbdən? Dərinliyinə varanda görürük ki, biz adətən deyirik ki, böyük xalqıq, əlbəttə ki, güclü bir dövlətin vətəndaşlarıyıq, çoxuq, yer üzündə 50 milyondan 60 milyondan çox Azərbaycanlı yaşayır. Əgər bir ailədə nigah pozulursa, bir ittifaq dağılırsa, yeni insanların dünyaya gəlməsi mümkünsüz olursa, əlbəttə bu bizim demografik göstəricilərə təsir edir. Əgər bizim bu cəngavər övladlarımız 44 günlük müharibədə işğaldan azad edib doğma torpaqlarımızı bizə geri qaytardılar. Əgər bizim bu oğullarımız, bu arxa cəbhədə əziyyət çəkən, eyni zamanda cəbhədə də ordumuza dəstək olan vətəndaşlarımız olmasa biz necə qüdrətdən, hansı gücdən danışa bilərik? O baxımdan bu, mənə inanın ki, ən çox düşündürən bu demografik göstərici baxımından əhalimizin sayının azalmasına təsir edən səbəblərdir. Azərbaycan Respublikası hüquqi dövlətdir. Bizim konstitusiyamızda da qeyd olunubdur ki, Azərbaycan hüquqi dövlətdir, unitar dövlətdir və bizim konstitusiyamız ana qanunlar toplumumuzdur. Və bütün qanunlar bilirsiniz ki, mühəmmədlə Milli Məclisdə qəbul olunur, eyni zamanda beynəlxalq konvensiyalarda ratifikasiya olunur bizim Milli Məclisimizdə. Bütün qanunların qəbulu zamanı uşaqların rifahı birinci yerdədir. Çünki onların öz hüquqlarını müdafiə etməsi üçün, azadlıqlarını tələb etməsi üçün elə də çox güclü arqumentləri olmur, elə də bir güc sahibi olmadıqları səbəbindən biz bütün qəbul olunan qanunların kökündə və əsasında uşaqların hüququ dayanır. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu var. Bundan başqa beynəlxalq konvensiyası var. Həmin beynəlxalq konvensiyada dünyanın 2 ölkəsi istisna olmaqla bütün dövlətlər tərəfindən qəbul olunubdur. Mənim əzizlərim, uşaq deyəndə biz Azərbaycanda 18 yaşına qədər olan insanlar, vətəndaşlar uşaq hesab olunurlar. Ona görə də əzizlərim, çünki 17 yaşında olan bir uşağın deyirəm, nigah edilməsi böyük fəlakət 24-cü ilə qədər müəyyən situasiyalar olurdu ki, ailədə ölüm ayağında olan valideyn olurdu və digər səbəblər olurdu ki, bu zaman 1 yaş güzəşt olunurdu. Çox gözəl ki, mən həmin günü inanın ki,
Əfqan müəllimlə görüşlərdə də bildirmişəm. O qədər mən bayram kimi qəbul, belə təntənə kimi qəbul etdim ki, bu həqiqətən böyük bir inqilabdır. Uşaqlar 18 yaşına qədər nigaha daxil ola bilməzlər. Əzizlərim, bundan başqa Azərbaycan Respublikasında Ailə Məcəlləsi, hansı ki, ailə institutunun möhkəmlənməsinə, ailə dəyərlərinin inkişafına töhfə verən bir qanun toplusudur. Eyni zamanda Azərbaycan Respublikasında qadın hüquqlarla bağlı da qanun var. Bundan başqa bizim ümumiyyətlə bir hüquqi dövlətin vətəndaşı olaraq hər bir addımımız, fəaliyyətimiz qanunlarla tənzimlənir. Bu baxımdan indi biz diqqət verəcəyik. Layihə haqqında biraz sizə informasiya verəcəm. Sonra mən hörmətli qonaqlarımıza söz verəcəm ki, onlar öz fikir və düşüncələrini sizinlə daha ətraflı şəkildə bildirsinlər və siz də müzakirələrə qoşula biləsiniz. Nigahın pozulmasıyla bağlı mən öz çıxışlarımı bildirmişəm ki, adətən mən hesab edirəm ki, bu mənim individual fikrimdir. 3 situasiyadan baxaq. Bu otağın da 4 bucağı var, hər bucaqda mən fərqli görünə bilərəm. Ona görə biz 3 situasiyanı müzakirə etməyə cəhd edəcəyik. Yəni bunun ən birinci uşaqdır, sonra anadır, atadır. Yəni ana-ata arasında fərq qoymaq istəmirəm. Çünki qanundan danışırıqsa bildirməliyim ki, Azərbaycan Respublikasında yəni qadın-kişi bərabərliyi haqqında qanun var. Biz ayrı seçkilik getmirik. Bütün vətəndaşlar qanun və hüquq qabağında, qarşısında eyni bərabər hüquqlu insanlardır. Ona görə mən ata-ananın, yəni onlar bərabər hüquqlu insanlardır və ailə nədir? Ailə bizim dövlətimizin, elə konstitusiyamızda qeyd olunub ki, dayaqlarından biridir. Əgər bu dayaqlar sarsılırsa, bizim ölkəmiz üçün heç arzu olunan bir situasiya alınmır. Çünki hər bir ailədə bir balaca dövlətdir. Onun da özünə görə qaydaları var, onun da özünə görə toxunulmaz bir fondu var. Hər bir ailənin özünə məxsus olan individual bir yanaşması da var. O baxımdan biz ailənin, cəmiyyətə, ailə möhkəm olsun, ailəmizi qoruyaq, uşaqlarımız tamam olan bir ailədə tərbiyə alıb, cəmiyyət üçün yararlı övladlar böyüdək mesajını vermək istəyirik. Amma elə situasiyalarda olur ki, hörmətli iştirakçılarımız, artıq bir dam altında yaşamaq imkanları tükənir, ailədə zorakılıq, şiddət baş verir, incə tərəf deyərdim, zərif tərəf deyərdim, olan bir qadın, təşəkkür edirəm. Amma inanın ki, belə də olmur axı. Əgər biz cəmiyyətə mesaj veririk ki, ailə nigahlar pozulmasın, boşalma halları azalsın, ailələrimizi qoruyaq. Amma döz otur deməklə də olmur, mənim əzizlərim. Hər bir dözümün də bir həddi səhdi var da. Ona görə də hesab edirəm ki, getmişsən otur evində, sus, uşaqların xatirinə mütləq. İndi isə ananın situasiyasına baxaq. Ana illərlə əziyyət çəkdiyi, necə deyim, ev qurduğu, övlad böyütdüyü, ailə yetişdirdiyi bir mühitdən, öz doğum ocağından ayrı düşməli olur. Çünki bayaq qeyd elədiyim ki, ananın həmin evdə sahibkar olmaq kimi, bura mənim otağımdır, bura heç kim girməsin, burada heç kimin dəxli yoxdur bu mənzilə kimi ifadələr işlətmək haqqı əlindən alınır. Və ana hansı situasiya düşür? Ana əgər indiyə qədər işləmirdisə, artıq onun yükü ağırlaşır. Çünki bundan sonra nigaha qədər ruzi gətirən, yəni işləyən ömrü gün yoldaşı idisə, nigah pozulduqdan sonra artıq o ayrı bir mühitdə, ayrı bir mənzildə yaşamalı olur. Gəlin, bəzilər ana belə halda ev kira eləməli olur və ya öz atası evinə sığınmalı olur. Amma gəlin, o ananın da valideynlərinin situasiyasına baxaq. Bəlkə onun heç mənzilində artıq nigahdan ayrılmış övladını, yəni o ananı qəbul eləmək imkanı yoxdur. Ola bilər ki, evi darız qaldı, onun da evində də gəlini var və özü üçün elə gücünə sığınır. Digər bir ailəndə, deyək, yəni ana və uşaqlarla birlikdə onu qəbul eləmək imkanları sıfırlanırsa, ana artıq çox çətin bir duruma düşmüş olur. Əgər ana işləmirsə, bu necə olduğu hamıya məlumdur. Mənim əzizlərim, ana işləmirsə, sualına biraz yaxınlaşaq. Əgər ananın olub ki, biz də işə düzəlməklə bağlı istəmişik ki, onu haradasa yerləşdirək, yəni əmək bazarına qoşulsun, işi olsun, evladlarına ruzi gətirsin. Əgər onun təhsili yoxdursa,
onun işə düzəlmək imkanları çox aşağı düşür. Ona görə bizim məqsədimiz odur ki, biz övladlarımıza təhsil verək, onların təhsili üzərində çox diqqət yetirək. Bu çox vacibdir. Ona görə ki, təhsil insanın arzularının reallaşmasıdır. Təhsil gələcəyə bir işıqdır. Təhsil möhkəm addımlar deməkdir. Təhsil xoşbəxt həyat deməkdir. Bir tərəfdən də bəzən valideynlər deyirlər ki, təhsil haqqı belə böyükdür, maddi imkanımız çatmadı. Axı bizim hamımız ali təhsil almaq kimi bir öhdəliyimiz də yoxdur. Bəs bu peşələr, sənətlər nə üçündür? Biz öz övladlarımıza mütləq şəkildə təhsil verməliyik, peşə verməliyik, sənət verməliyik. Bununla bağlı çox rica edirəm ki, hər birimiz də məktəbli olaraq, şagird olaraq, valideyn olaraq, müəllim olaraq bu problemin üzərində çox diqqət göstərməliyik ki, övladlarımızın gələcəyi işıqlı bir sənəti olsun, bir peşəsi olsun, öz ayaqları üstündə dayana bilsinlər. İndi biz bir atanın da vəziyyətinə diqqət verək. Ata da ailəsindən ayrı yaşamalı olur. Amma belə məsələlərdə adətən atalar özləri zərərli vərdişlərə qoşulduqları səbəbindən və ya ailədə olur ki, təsir və təzyiq gücünə malik olan abirçəklər deyək də, təsir edirlər və biz analarla söhbət edən zaman bildirirlər ki, qaynanam, qaynatamın təsir olmasaydı bizim ailəmiz pozulmazdı. Ona görə də bu məsələlərlə bağlı atanın da situasiyası asan olmur. Bəziləri deyir ki, anaya nə var ki, aliment alır. Amma aliment ala bilirmi? Bu da çox mübahisəli məsələdir. Ona görə ki, bəzən elə valideynlər atalarla rastlaşırıq ki, ailəsi nigahı pozulduğu halda sanki ömürgün yoldaşı ilə bərabər öz övladlarından da ayrılmış hesab olunur. Halbuki onun doğmaları da, əzizləridir. Bir parçası da deyək, övlad bizim üçün nə idi? Hər şeydir də mənim əzizlərim, açıq danışaq. Övlad bizim üçün bir mental dəyərləri olan bir xalq olaraq, bizim üçün dəyəri heç nə ilə müqayisə olunmayan bir varlıqlardılar. Ən qiymətli bizim cəvahiratımız elə övladlarımızdır. Bir məsələyə də diqqət yetirmək istəyirəm ki, nigaha qədər, boşanmaya qədər necə ağılı bir proses gedirsə, nigahdan sonra da bu məsələlər çox acınacaqlı, inkişaf edən xəttlə gedir. Hansı səbəbdən? Çünki olur ki, ata aliment ödəmir, ana da uşaqları ona göstərmir. Sanki bir-birindən ədavətə düşürlər. Bu ədavət də çox zaman uşaqlar üzərində bərqərar olur. Bu da uşağın əlbəttə ki, travma almasına nəticələnən bir haldır. Mən indi söz vermək istəyirəm dəyərli Əfqan müəllim Ağayeva. O da öz fikirlərini bildirsin bu barədə və çox məmnun olaram ki, sizinlə də müzakirəni davam etdirərik və hörmətli Səriyə xanım da öz fikirlərini bildirəcək. Çox sağ olun. Sağ olun, müəllimlər. Pardon, mən də işlə belə dostum, hər bir şey salamlayıram. Bu tədbir, bu maarifləndirmə tədbiri, yəni nicahın pozulması ilə bağlı tədbirin keçirilməsi bu günləri mən deyirəm ki, Surxan rayonunun ərazisində vacib lazımdır. Son illərdə deyərdim ki, bizim Surxanda az qalıb ki, 50-50 olsun. Yəni evlənənlərin sayı ilə boşananların sayı demək olar ki, eyni həddə çatır. Bu, ümumiyyətlə, bunun səbəbi nədirsə, bunu biz burada təhlil edəcəyik. Yəni, mən öz dediyim, həm təcrübəmlə, həm də statistika ilə danışacağım ki, bunun ən çox biz müşahidə edilen səbəblər nədir? Əvvəl, kişilərdə günah çox olur. Mən kişilərin açıqlayayım ki, bu spirtli içki ilə bağlı olurdu. Spirtli içkinin adı, yəni içki düz günləri ailələr bunu gizlədirdilər. Sonunda da dözmürdülər, yəni bu boşanmacaq. Amma indi sosial şəbəkə olunacaq, həddini artıq mən dedim, qadınlar tərəfindən də çoxdur, günahkarlar çoxdur. Biz onu təhlil edirik, komisyanın həm də üzvüyəm. Surxan rayonunda, yəni mən bu qayyum komissiyasının üzvüyəm, burada görmüşəm. İlk şəbədə valideyn elə bilir ki, əgər tutaq ki, bu boşansa və yaxud da aliment alsa, aliment əslində burada zədənli uşaqlar var. Yəni, uşaqlar, travmalı uşaqlar alır. Biz həmçin uşaqların 8-10 yaşında yuxarı uşaqları biz ayrıca dindirdik. Hansı valideynlə qalmaz. Çox vaxt valideyn orada deyir ki, mən hər ikisini istəyirəm. Amma birini seçməlidir. İstərsiniz. Ya ananı seçməli, ya atanı. Yəni, valideynlər bunu düşünmürlər. Ata görsən ki, bir uşağı var, 2, 3, hətta 4 uşağı var və artıq indi qərar verir ki, boşanma. Ola bu 4 uşağını sən neyniyəcəksən? Yəni, bunu qərar vermək onun asad deyil. Bunu
Sən gələcəkdə bu alimentlə bunu heç nə eləmək olmur. Alimentlə ən azından belə deyək ki, elə bu uşaq çalacaq, çəkinəcək dostlarının yanında. Görəcək hamısının atası var və ya hamısının anası var, mənim niyə yoxdur. Bunlar uşaqlara bunu düşünmək lazımdır. Həm də evdə söz-söhbət olub, çox uşaqların yanında görə bu söz-söhbəti qabartmayasın. Yəni, çünki uşaqlar belə oradan götürürlər. Uşaqlar özləri də sonra başlayır agresiv olmağa. Görürlər ki, daha görürük bunun üçün oxumaq da mən. Görürük, yaxşı oxuyan uşaqdır, ailədə problem olanınızı görürük, uşaq oxumur. Onsuz da mənası yoxdur. Görürük, məsələn, valideyn ata-ananın üstünə atır, ana-atanın üstünə atır. Ümumiyyətlə, mən deyərdim ki, gizlətməmək. Yəni, ailədə problemləri görə gizlətmirsən, əgər lazımdırsa, zamanda olaraq psixologlarla və yaxud da müəyyən bir ağsaqqallarla bu söhbəti eləmək lazımdır ki, qoy bu ailə dağılmasın. Məsələn, uşağı olan ailələrdə söhbət edir. Yəni, mən deyim, görürsən ki, ailədə 4-3-4 uşaq var, bunlara qərar verirlər buna. Buna hansı beyinlə verirlər, bilmiyorum. Görürsən ki, adi bir şeydir. Ananın 4 uşağı var, ana tutaq ki, sosial şəbəkədə kimlənsə yazışır. Bunu ya ailə qəbulləmir, ya görürsən ki, kişi qəbul edir, qaynana qəbulləmir. Qaynanalar müdaxilə edir ailəyə. Sonra qaynatalar müdaxilə edir. Amma onlar da baxırsa ki, araşdıranda görürsən ki, doğrudan da səhv addım. Gəlirlər ki, yaxşı olacaq. Sonda da bu görürsən ki, o qədər havada çatır ki, ya cinayətlə sonlanır. Yəni, vaxtında elə şey gizlətmək lazımdır. İndi polisə də qorxurlar qadınlar məlumat verir. Əksər qadınlar qorxur ki, polisə məlumat verib ki, məni gəlib öldürəcək, ki, mən niyə polisə verir. Bu da bir şeydir. Yəni, gizlətmək də olmaz. Ən azından qonşudan bizim polisin 102 qayda xətti var. Yəni, onun kömək istəmək. Çünki bizim məqsəd odur ki, ailələrdə ölü bitim olmaz. Görürsən ki, ata babananı öldürür, uşaqlar da atanı istəmirlər, məhkum qalır, heç biri istəmirlər, yəni dövlət sınırlar. Çox ağır səhv. Bir qız 18 yaş tam olmamışsa, hara gedir? Yəni, günlər, əvvəl haradasa 1 yaş keçirdilər, yəni ailə vəziyyətinə əlaqədar var, yəni kim. Amma bu günləri onu keçirdilər. 2024-cü ildə bu səhvdir. Bu qanunları biraz səhvləşdirdilər ki, 18 yaşında tez oldu. Səbəbin biri də bax, bu erkən nikah. İntiharın da səbəbi erkən nikah. Mən intihar edənlərdə xanımlar çoxdur. Gedirlər ona, baxırsan ki, nə əvvəlli oxuyub, 8-ci ildən çıxardıblar, 7-ci ildən çıxardıblar. Amma bunu niyə çıxardırsın? Bu uşağı oxusurlar. Bu uşaq qız uşağının əlinə bilsin. Qızları başda almaq lazım ki, ay bala, bu sən oxusa lap yaxşı ailə olacaqlar. Niyə bunu zülmə göndərirsən? Validə bunu elə bir şey öz əlində zülmə atır ki, bu uşaq heç bir sənədi sahibi deyil, bir gedib, ailədə xırda səhv olan kimi nə dalay gələ bilir, nə qabağa gelir. Qalır çöllərdə, 2 uşaqla, 3 uşaqla qalırlar, yəni gedib məhkəməyə müraciət etmək yollarını da bilmirlər. Yəni bilmirlər ki, savadı olsa biləcək ki, bu məsələn gedib alimentini tələb edə biləcək. İndi elə adam var, tutaq ki, pis vərdişin alimentçisidir, aliment verə bilməyəcək sabah sənə. Çünki verə bilməyəcək, özünün narkomandır, gedib yatır da, illərlə turmadadır. Bu durub nə edəcək? Bu durub nə aliment verəcək? Ailə quranda düşünmək lazımdır ki, yəni mənim alanımda bir nömrəli, mən arzu edirəm ki, övladlarımız, gələcək qızlarımız, hamısı bir nömrəli, təhsildə yaxşı, demirəm hamısı alim olsun, yenə deyəm. Təhsil üzərində yansınlar. Ən azından özlərinə bir sənət seçə bilsinlər. Sonra rayonda, məsələn, tutaq ki, bizdə problemli ailələr, bilirsiniz ki, rayon polisləri, inzibati ərazilər, bunlar qeydiyyata götürülür. Qeydiyyata götürülür və bunlar rayon icra hakimiyyəti tərəfindən orderdə verilir, yəni mühafizə orderi verilir ki, bunlar ki, bu ailə problemlidir və yaxud da orada zorakılıq var, bu götürülür. Görürsən, çox var. Hələ götürülərsə ailə çoxdur. Çoxunu gizlədirlər, məlumat verirlər. Çünki ailədə o hamısı deyəndə, o milli mentalite fikirləşir, yəni qovma əqrabanı, ətrafını fikirləşir ki, bunun nədir? Yox, əsla yox. Siz gələcək uşaqlarınızın sağlamlığını istəyirsiniz. Deyir, yox, mən o təriqatın adamıdır. Deyim, ola, sənin dərdin nədir? Yəni, bu qədər qadınlar məktəbdə işləyir, bunlar səhv edirlərmi? Bu qədər qızlarımız institut oxuyur, bu qədər ağıllı, bizim Azərbaycan qadınlar hamısı belə deyək, həsədlə baxır. Yəni, o həm əxlaqını. Bu bilmirəm, hansı düşüncə ilə fikirləşir. Özü, deyirəm ki, sən bilirsən ki, sən sabah, yəni,
bir il yaşaya bilərsən, səncə bir il sağ qala bilərsən, baxır mənə. Nə olsun, yolla gedir, sənin maşında burada bir xəstəlik tutub verə bilər. Bu uşaq nə vəd edirsən? O 9-cu sinifdə, o əgər bu günlər 7-ci sinifdən dərsə getmirsə, bu uşağın aqibəti nə olacaq? Heç onu süpürgəci götürməyəcək şirkətlər. Yəni ona görə uşaqların təhsili bir nömrədir. Mən burada çox yorulmayacağım. Kim bu mövzu ilə bağlı sual olsa, yəni cavablandıracağım. Hər birinizə cəmiyyətdə yaxşı ailə olmağı, nümunəvi ailə olmağı, sağlam ailə olmağı arzudur. Edirəm, hörmətli Əfqan müəllim, dəyərli fikirlərinizə görə, çıxışınıza görə çox sağ ol deyirəm. Mənim əzizlərim, çox rica edirəm, bizdə iştirakçı siyasi qeydiyyatdan keçməyinizi rica edirəm. Bir də ki, xahiş edirəm, süfrəyə qonaq olun, siz həm şirniyyatdan, buyurun, şirniyyata qonaq olun, eyni zamanda çaylarınızı da için və bir-birimizi dinləyək. Qeyd eləmək istəyirəm ki, mənim əzizlərim, əgər kimisə nəsib olmasın əlbəttə ki, kimsə hüquqi yardımla, boşanmaqla və nikahın pozulmasına bağlı problemi varsa, məhkəməyə iddia icazəsi yazmaq istəyirsə, mediasiya şurasına müraciət eləmək istəyirsək, suallarını da verə bilər. Tədbirin sonunda da rica edirəm, gözləsin, həmin insanların hüquqi yardım göstərməyə hazırıq. Mənim əzizlərim, indi isə mən çıxış üçün söz vermək istəyirəm dəyərli Səriyə xanıma. Səriyə xanım tanınmış bir psixologdur. Həyatımız bundan vaxtları və əgər bugün burada bir neçə saatınızı bizimlə keçirsinizdir. Ancaq psixoloji səbəblər isə daha aktualdır. Çünki 18 yaşına çatmış bir uşaq erkən nigaha və bunun da altında olan bir rəqəmlər vardır ki, bizim müəyyən regionlarda bu erkən nigahın qurbanına çevrilirlər regionlarımızda. Düzdür, hazırda bu mövzuyla bağlı daha profilaktik tədbirlər keçirilir. Yerli icra orqanları tərəfindən, mühafizə orqanları tərəfindən qismən qarşısı alınır. Lakin psixoloji tərəfin dedikdə isə insanın müəyyən bir yaşdan sonra dayanıqlıq üçün, ayaqda durmaq üçün, ehtiyac sahibi olmamaq üçün və ondan sonra əlbəttə ki, erkən deyil də normal vaxtında ailə qurub, ana olmaq, qadın olmaq və həyatımızı belə deyim də bu periodlarla davam etmək. Amma çünki insan niyə məşə zorakılığına məruz qala bilər? Əlbəttə ki, erkən nigahın qurbanına çevrilir, özünü müdafiə edə bilmir, nə psixoloji olaraq, nə fiziki olaraq məşə zorakılığına məruz qalır. Və yaxud da ki, intihar olsun. Hər bir insanın iradə bacarıqları eyni deyildir. Müəyyən elə insanlar var ki, bununla mübarizə apara bilir, eləsi var edə bilmir. Və bu erkən nigahdan, məişət zorakılığından dolayı bunlar hamısı zəncirvari bir prosesdir və gətirib intihara çıxarır. Özləri intihar edirlər və həyatı qurtarmaqda, özlərin bu mühitdən, bu sıxıntıdan qurtarmaqda, yəni bunda görürlər. Ona görə də Hacı Zeynalın adını Tağıyev demiş, yəni bir qadın, o uşaqların hamısı hər kəs təhsil almalıdır, amma bir qadının, bir qızın təhsildə olmağı bir cəmiyyətin təhsildə olmağı deməkdir. Ona görə də mən düşünürəm ki, hər şeyin açarı təhsildir, ayaqda durmaqdır. Yenə də əvvəllər düşüncələrdə vardı ki, oğlum prokuror, qızım həkim olacaq, amma mən bununla heç bu fikirlə razı deyiləm. Hazırda elə peşələr var ki, vaxtların problemləri var, yəni belə yanaşırlar. Problemin kökündə ananın, belə deyim, ailə bağları dayanır. Necə? Məsələn, qadın iqtisadi cəhətdən ailədən asılıdır, gücsüzdür, psixoloji cəhətdən də əlbəttə ki, gücsüz olacaqdır və öz gücün, belə deyim, özü həyata keçirə bilmədiyi arzuların, yaşaya bilmədiyi o xəyalları uşaq üzərində tətbiq etməyə çalışır. Daha baskıcı, uşaqda depressiya, aqressiya və s. kimi proseslər başlayır baş verməyə. Mən həmişə tövsiyə edirəm ki, o artıq sənin həyatın idi, o bitdi. Uşağın həyatı isə onun, yəni hər bir uşağın da öz beyin ölçüsü vardır, ona uyğun yönləndirmək lazımdır. Hüquqşünas və həkim olacaq deyə bir şey yoxdur, ona gətirirəm fikrimi. Yetər ki, gec deyildir. Diqqətinizi çatdırmaq istəyirəm, hörmətli iştirakçılarımız. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi qaydalara əsasən Nazirlər Kabinetinin qəbul etdiyi qaydalar var ki, biz həyatımızı həm qanunlarla, həm də qaydalarla tənzimləyirik. Artıq nigaha qəbul olan insanlar mütləq şəkildə həkim müayinəsindən keçir ki, müəyyən orada analizlərin verilməsi, həkim müayinəsindən keçmək tələb olunur və həmin arayış əldə olunduqdan sonra artıq onlar nigah məsələsinə əyləşib, nigah şəhadətnaməsini imzalaya bilirlər. Elə bununla da bağlı biz vətəndaş cəmiyyəti olaraq çox mübarizə apardıq ki, illər keçir, ailə daxili münasibətlərin kökündə hansısa tərəfin xəstəliyi dayanır. Əgər istər qızın, istər də oğlanın valideynləri açıq müstəvi üzərində
ailənin təməlini qursalar və eyni zamanda ailə quran insanlar da, nəyə görə deyirəm ki, valideynlər də. Çünki ailəçilik qabiliyyətimizdə, bir valideynlik təcrübədə yəni bir baxmaq kimi imkanlarımızı əlimizdən alan yoxdur ki, genç tez bu üzə çıxıb. Ondan sonra əvvəlcədən bu problemləri bilib aradan qaldırmaq daha yaxşı olardı və qəti qərar qəbul etmək üçün də ailə quran insanlara şans verilə bilərdi. Mən hesab edirəm ki, nikahdan əvvəl bu gənclərimiz hətta psixoloji testdən keçsəylər daha maraqlı olardı. Yəni onların dünya görüşü, daxili aləmi, kontrastları bir-birini qəbul edirmi? Yəni belə ailələr əlbəttə ki, möhkəm olur. Əks təqdirdə bir-birini ignor edən xüsusiyyətləri olan insanların isə birgə nikahda qalması çətinlik törədir. Sizin də fikirlərinizi bilmək çox maraqlı olardı və biz də vətəndaş cəmiyyəti olaraq sizin fikirlərinizi almaq, sizin təşəbbüslərinizi öyrənmək, yəni siz necə görürsünüz bu problemin həllini, nə təklif edə bilərik, daha nə edək, nikah pozulmasın? Heç mən də sığortalanmamışam, vallahi heç birimiz sığortalanmamışıq. Çoxu da deyir ki, telefonlar, sosial şəbəkələr, televiziya verilişi, biz audiovizual şuraya da müraciət edəcəyik, televiziya verilişlərindən bağlı. Sizin də fikrinizi bilək, sizin. Məncə hər kəs özündən başlasa, ilk növbədə özümüzdən başlasa, o televiziyaya valideyn baxırsa, uşaq da baxacaq. Hansı verilişə valideyn baxırsa, uşaq da həmin verilişə baxacaq. Sosial şəbəkəni hansı valideyn, hansı qaydada və nə məqsəd üçün istifadə edirsə, onun evladı da həmin sosial şəbəkəni həmin məqsəd üçün istifadə edəcək. Valideynlə nə görürsə, uşaq da onu edir. Bu kompüteri biz qadağan eləsək, bu telefonu biz qadağan eləsək, mənim iki evladımın ikisi də hal-hazırda kompüter üzrə gedirlər. Qız da proqramistdir, oğlan da bu məktəbin şagirdidir və kiber təhlükəsizliklə məşğul. Mən ona telefonu qadağan eləməli deyiləm. Mən ona o telefonu düzgün istifadə etməyə öyrətməliyəm. Əgər valideyn özü bilirsə bunu, özündən başlamalıdırsa, valideyn evdə uşağına qarşı nə münasibət göstərəcəksə, əgər mən oğluma deyəcəm ki, qızı incit, onun sözünə qulaq asma, qız səndən aşağı səviyyədədir, sabah mənim evladım ailəsində xanımına o qaydada da münasibət göstərir. Arayırıq, halını soruşuruq, sual altındadır. Yaxşı anayıq, sual altı, tamam, çox fədakarıq. Bütün qayğılarımızı, evimizin təmizliyin, yeməyimizi, uşaqların nəyinin başını, hər şeyi mükəmməl etməyə çalışırıq. Amma burada tükənən tərəf bizik və biz tükəndiyimizə görə mənəvi olaraq övladımızın qarnını doyura bilmirik, yetmir bu. Və baxırıq deyirik ki, həmişə ki, uşaqlar necə böyüdü, necə yaş keçir, necə böyüdülər. Çünki biz bunu doya-doya yaşamırıq. İki nəfər var. Biri tükənir, digəri dəstək olmalıdır ona. Bəli. Təəssüf ki, tərəzi bəzən çox əydir. Mən də tək mən yoldaşımı itirmişəm, rəhmətə gedib və hal-hazırda bütün yük öz üstümdədir. Ona baxmayaraq, yəni hal-hazırda işləmişəm də, təqaüddəyəm, insanlarla işləmişəm. Mən cəmiyyətimizdə olan problemləri nəyə görə bilirəm bəzən? Regionlarda, ən çox regionlarda hərbiçi olmuşam, kadrlarla işləmişəm və mən orada olan əskərlərin, o evladlarımızdır, mənim də oğlum sabah bir əskərdir, onların problemini bilirəm ki, əskərlərimizin, bölgələrdən gələn əskərlərimiz 30% yazıb oxuya bilmir. Bəli. Müəllim çox gözəl bilir ki, mən nədən danışıram. Ümumiyyət olaraq fikrimizi, mental olaraq dəyişməliyik çox şey. Yəni ailə, mən yenə deyirəm, erkən nigahında boşanma, hər şeyin kökündə gəlir bizim mental dəyərlərimiz dayanır. Keçən gün məhkəmə prosesində Məfqan müəllim, orada uşağın qəyyumluğu ilə bağlı çox yaxşı ata imkanlıdır, ana kasıb olduğuna görə ona uşaq verilmir falan. Uşağın da çox gözəl maddi hər şeylə təmin olunubdur. Uşağa deyirəm ki, dərslərini yaxşı oxumursan, qiymətləri çox aşağıdır. Mən deyir, atam kimi biznesmen olacağam. Atam kimi alverçi olacağım. Yəni bunun müasir adı biznesmen, amma adı alverçi. Yəni təsvir. Üçüncü sinifdə evladım oxuyanda oğlum, sizin şagirdiniz. Mən onu repetitor yanına məcbur. Mütləq məşğul olmalısan repetitor yanına. Nəysə, oturduq maşına yanımda əyləşdi və mənə sual verir, mən niyə getməliyəm, mütləq məşğul olmalıyım? Dedim, mütləq oxumalısan. Niyə görə? Mən oxuyub nə olacaq? Dedim, misal üçün necə olacaqsın? İkinci qrupda oxuyacaqsan, nə bilim, bankda işləyəcəksən, tutaq ki də hansı şirkətin maliyyəçisi olacaqsan. Üçüncü sinif uşağı mənə söz dedi. Dedim, həmin o bankın və fikirlərimizi bölüşürük. Dəfələrlə biz də məktəb daxilində, sizin də düz məktəbə gələrəkdən uşaqlara da, valideynlərə də maarifləndirmə işləri aparırıq ki,
nikah pozulmalarıdır, erkən nikahdır, səbəblərdir, bir çox səbəblərə toxunuruq. İstər maddi, istər mənəvi, istər o ənənələrin davam eləməsi fonunda olan səbəblərlə danışırıq və hər dəfə bu danışıqlar əsasında inanırıq ki, bizim şagirdlərimiz olsun, valideynlərimiz olsun, o danışıqlardan bir nəticə əldə eləmək. Əgər bugün biz özümüz nəyisə dəyişmək istəyiriksə, birinci özümüzdən başlamalıyıq, öz ailəmizdən. Və əgər bizim ailədə bu fonda gedən nikah, erkən nikah varsa, məsələn, elə bir ailələr olur ki, müəyyən yaş dövrdən sonra mütləq ailə həyatı onu deyirlər ki, məcbur edirlər ki, evlənməlidir. Əgər bu hal baş verirsə, artıq biz maariflənmiş oluruq ki, bu halın qarşısını ala bilərik. Yeri gəlsə, özümüzü qorumaq üçün bizim yaşadığımız müəssisənin hüquq orqanlarına və yaxud ən yaxşı halda məktəbdə əgər baş verirsə, ən pis hal deyək də, əslində bir məktəb şagirdi Və valideynləri salamlayıram. Ən azından belə bir tədbirlərin keçirilməsinə mən yəni böyük məmnuniyyətlə qarşılayıram. Çünki ən azı uşaqlara valideyn dəstək olmalıdır ki, uşağın təhsili davam etdirilməlidir. Hökm deyir ki, hər bir uşaq ali təhsil alsın, məktəbə, yəni hansısa bir təhsilə yiyələnsin. Peşələr var, dərzilik var. Yəni hər bir uşaq öz ayaqları üstə durmağı bacarmalıdır. O qədər doğmalaşmışıq ki. Çünki Höksan cəmaatını fərq etməz. Biz Zığda da, Bülbülədə də, Əmircanda da tədbirlərimizi keçirmişik. Çox doğmasınız. Mən çox məmnun oluram ki, siz bu qədər açıq düşüncəlisiniz, azad fikirlisiniz, öz fikirlərinizi gözəl ifadə edə bilirsiniz. Bu məni çox məmnun edir. Çox var olun, mənim əzizləm, yenə də deyirəm, kimsə hüquqi yardıma, hüquqi məsləhətə ehtiyacı varsa, mediasiya şurasına müraciət etmək istəyir və ya arzulanan deyil, amma bu həyatdır. Heç birimiz heç nədən sığortalamamışıq. Məhkəmə qarşısına iddia qaldırmaq istəyirsə, bizim işçi qrupumuz var. Orada bizim vəkillərimiz də var, hüquqşünaslarımız var, psixoloqlarımız var. Onlar sizin xidmətinizdədir. Əgər indi açıqlamaq istəmirsiniz, tədbirin sonunda da buyurub müraciət edə bilərsiniz. Çox şad oldum. Hamınıza möhkəm ailə arzulayıram. Hamınızı ailəniz möhkəm olsun, xoşbəxtliyiniz bol olsun.